Hər kəsə mən Fidan. Bugün nəsə birlikdə YouTube videomun açılışını edirəm. Bu biraz qarışıq vlog olacaq. Kombin eləyəcəyik, kombinlər eləməyə çalışacağım biraz. O da turu çəkəcəm. O da otağımı çox soruşmuşdunuz, yəni. Soruşanlar olmuşdu. Otağını göstər falan deyənlər olmuşdu. Ancaq otağı da göstərəcəm. İndi məktəbdən gəlmişəm bu arada. Yorğunam, bayağı yorğunam. İndi gedəcəm, ev paltarlarımı geyinəcəm. Sonra yeməyimi falan yeyərəm böyük ehtimal. Hər birini elədikdən sonra bacımın dərsdən gəlməsini gözləyirəm. Çünki otaq turunu tək özüm çəkə bilmərəm, yəni bacım lazımdır ki, kameranı bacım çəksin. Yəni belə otaq səliqəlidirmi sualına bir cavab vermişsə, yox. Şaka yapıyorsun. Yəni, o qədər səliqəsiz deyil, amma əsas yerlər səliqəlidir. Şkaf, makyaj stolu, məktəb stolu. Əsas yerlər səliqəli olanda qalan hər yerdə, yəni səliqə görsənir. Yəni bu qədər idi. İndi mən gedim, əynimi falan geyinim. Yəni ev paltarlarımı geyinim, gəlim. Və indi mən ev kombinimi falan geyindim. Belə altına qara şalvar geyinim, üstünə belə Adidas köynək. İndi isə gedirəm əlimi üzümü yumağa, sonra da çay içəcəm. Mən çayı çox sevirəm. Birinci xoşbeşdə çay içdim. Sonra atam turta kimi bir şey almışdı, belə limonlu. Bu da çox dadlı idi. Bunu da içdim çayla. Hava soğuq idi çöldə. Üstümdə o çölün soyuqluğu qalıbdı. İndi xoşbeşdə çay içəcəm. İstəkamı dəyişdirdim. Çünki bayaqçı çox böyük idi və xoşuma gəlmədi. Neysə, indi çay içirəm. Çay içəndən sonra da böyük ehtimal biraz televizora baxacağım bacım gələnə qədər. Bacım gələndə də yavaş-yavaş hazırlaşıb otaq vlog şey çəkəcəm, oda turu çəkəcəm sizin üçün. Neysə, indi mən çayımı içim. Anam günorta yeməyi olaraq Sezar salatı və xalam uşağı da bizdə idi. O da pizza hazırlamağa kömək elədi. Belə dedim mənə də videoya çək, onu da qırmadım. Belə videoya çəkdim. Pizza hazırladıq, sonra da bir yerdə yedik. Canım, mən çayımı falan içdim, yeməyimi yedim. Hətta evə gələli, məsələn, saat 2-də dərsdən çıxmışdım və artıq saat 6-dır. Bəli, mən vlogu yeni gez başladım. Əslində vlog deyil, bilirsiniz, yəni o da turu çəkəcəm, yəni otağı göstərəcəm sizə. Sonra 2-3 dənə kombin edəcəm ki, məşğələ gedəndə kombinlərim olsun, əvvəlcədən eləmələr. Əslində təzə paltarlar almamışam, yaz alış-verişinə çıxmaq. İndi mən sizə otaq turu çəkəcəm. Yəni otaq dedikdə şkafımı göstərəcəm, sonra makyaj stolumun üstü, məktəb stolumu göstərəcəm. Otağı tam dəqiq sizə göstərəcəm. İnşallah bəyənərsiniz. Makyaj eləməmişəm bu arada. Məktəbdən gələndən üzümdə olan, yəni adidir. Kombinim də dəyişməmişəm, belədir. Kombinimi birazdan eləyəcəyik. Saç tutorial videosunu da inşallah 6-cı gün atacağım. Ümid edirəm. Yəni dediyim kimi bu vlog deyil. Sadəcə otaq turu artı, yəni günlük bir şey. Evdə olduğum bir gündür. Yəni dedim ki, boşa getməsin vlog, video çəkim. Ona görə, çünki video çəkməyə vaxtım olmur çox vaxt. Dedim ki, bu günü dəyərləndirim. İndi başlayaq. Bura qapıydı. Qapı girişdir, yəni otağımıza giriş buradandır. Və otağımızda tək bir giriş var. O da elə buradır, yəni bəzən olur otaqların içində bir qapı falan da olur. Bizdə o yoxdur. Digər otağımızın, necə deyim, sizin indi videoda bilmirəm də, yəni video yansıma eləməsəm, sağ tərəfimizdən anamgilin otağıdır, yəni anamgildən qonşu otağıq. Otağımızın qapısı belə normal sadə qapılardan da hər vlogda gördüyünüz kimidir, yəni. Belə vlog çəkəndə qəribə oluram, yəni çünki hər vloqumuz gördüyünüz yerlərdir. Sadəcə olaraq daha detallı göstərəcəm indi. Qapının sol tərəfində makyaj masam, sağ tərəfində isə geyinmə şkafımız var. İndi isə makyaj masamı detallı göstərdim. Yəni makyaj masamızı hardansa almamışıq. Yəni bunu usta özəl, necə deyim, mən çəkmişəm və usta onu tasarlayıb, düzəldib də, yəni taxtalarla falan. Mabel ustamız da Ceyhun əmi idi, yəni atamın tanışı idi, o eləmişdi. Makyaj masamızda 15 dənə led işıq olmalıdır. İşığını yandırıb, amma yansıma edəcək, indidən deyim, yəni. Çünki mənim led işıq da lazım, belə yumur işıqlar olur. O olduqda makyaj masasının işığı ilə yansıma eləmir. Amma belə yandıranda yansıma edir və işıq belə qaranlıq düşəcəkdir. Görün, işığı yandırıram. Bayağı yansıma edir. Makyaj masamın işığını bəyənirəm, yəni. İndi yansıma eləmir, bu arada indi fikir verdim. Belə nə şeydir? Fikir verdim, qaranlıq düşmür. Sadəcə işığım ağ işıqdır, yuxarıdan gələn işıq sarı işıqdır, yəni rəng biraz qəribə düşür, amma pis deyil, yəni siz yanıq qalsın hətta videoda. Yəni o qədər də pis deyil əslində, yanılı qala bilər, yəni. Yəni makyaj masamız dediyim kimi işıqlar ustadan hamısını bir usta hazırlayıb, heç birini ayrı yerlərdən almamışıq. Vitrin də yəni usta düzəldibdi, vitrin soxa linkini istəyirsiniz, amma usta hazırlayıbdı. İndi başlayaq makyaj masamın bu bölümündən. Bura
ətirlərimi qoyduğum, duxu ətirlərimi, body mistlərimi, yuxarıya telefon qutularını falan qoyduğum yerlərdir. Hər bir detal çeşidini sizə göstərəcəm. Çox təəssüf olsun ki, makyaj masamın işığını söndürərək davam edəcəm. Çünki makyaj masamın işığı yansıma eləyir və yansıma eləyəndə də qaranlıq düşür video və mən qaranlıq video istəmirəm. Qaranlıq videoları heç sevmirəm. İndi başlayaq makyaj masamın bu birinci bölümündən. Bir makyaj masamın yanında balaca dururam. Normal çox keçir deyəsən. Videoda niyə elə düşür bilmirəm. İndi başlayaq bu birinci hissədən. Bu birinci hissədə keçən dəfə demişdim. Onsuz qırmızı qutunun içində nələr olduğunu göstərmişdim. Eynəklər var. Yəni yay eynəkləri, sonra şəffaf eynəklər. Məsələn, belə eynək var. Bu eynəyi bir dənə taxım sizə göstərmək də. Sevmirəm bu arada. Bunu heç bəyənmirəm. Bu qəşəngli biraz. Bu digərinin nisbətən daha yaxşıdır. Heç ikisi də qəşəngdir. Ən qəşəngi belə başda durmaqdır məncə. İndi, yəni bu qutunun içindəki olsa bildiniz. Çox şey eləmirəm. Aksesuarlarımı incələmə videosu istəyirsinizsə yorumlara yazarsınız. Əslən bir dəfə çəkmişdiyim vardı kanalımda yəni. Sonradan gizliyə aldım. Çünki yeni aksesuarlar getdikcə aldım və çoxaldı. Burada aksesuarlarım var. Belə bir qutunun içindədir. Bir də əlavə bu var. Bu da ağzına qədər doluq. Ağzı bağlanmır hətta belə göstərim sizə. Yəni aksesuar çox sevirəm. Zaten gold sevirəm bu arada. Yəni şu an biraz abartı, daha çox aksesuarım var yəni. Amma aldıram. Yəni gördükcə, sevdikcə, bəyəndikcə alıram yəni. İnşallah ay günümə yaxın yenə almağı düşünürəm. Və ulduzlu bu seplər, ulduzlar hər şey bəyənirəm. İndi bu da ulduzludur belə. Sırqalarım da ulduzludur belə. Göstərim. Əslində bunları sizə mən məsələn daimi izləyicilərim bunları gördüyünüz çox da belə qeyri-adi gəlmir. Əgər bu videomu, kanalımı yeni izləyirsinizsə abunə olmağı da unutmayın. Əgər kanalımı yeni izləyirsiniz, bunlar sizə maraqlı gələcək böyük ehtimal. Good Girl parfümüm var. Biri belədir. Bunun iyisi çox qəşəngdir. Bir də onun biraz tündüdür. Bu da açıq qoxudur, gül iyisi verir. Bu isə biraz daha tünd. Üçüncü vitrindən davam edək. Burada belə bir ətir var. Bunu anam almışdı. Hansısa ətirdən mağazadan almışdı. Baxın belə. Bunun adı belədir. Və bu çox qəşəngdir. Özü bilsin edirəm. Səhər vlogda gördünüz bəlkə. Bunu Victoria's Secret Midnight Bloom'la belə ikisini mix edirəm və qarışdırıram. Çox qəşəng orada. Yəni bayağı iyisini bəyənirəm. Bunun iyisi kokos iyisi verir. Bunun iyisi də biraz çox tündür, amma bilsin də tündür. Fresh tündlüyü vardı. Yəni getdikcə yayılan bir tündlüyü var. Ancaq qəşəngcisi bir yerdə uyumludur yəni. Bu Chanel-də orijinalda atam o Gürcüstandan gətirmişdi. Bəlkə də onlar 8 il yəni o qədər köhnədir. Sadəcə görünüşü falan xoşuma gəlir. Bunun altında orijinal belə logosu da var. Yəni bu çox sevirəm bu ətir. Çox tündür. Yəni mənlik deyil qətiyyən. Bunun səhrası çox qəşəngdir. Amma bu mənlik heç deyil. Ən əvvəldən izləyən bu fırçalar bilər. Belə fırçalardır. Bunu da set alınaydı. Bunun yarısını işlətmişəm, yarısı qalıbdı. Belə. Vitrinin burasındaysa belə bir ətirim var. Bunu acımə hədiyyə almışdı. Missiyor çox sevirəm. Yəni bayağı qəşəngdir. Yəni bunu da atam almışdı. Gül iyisi verir. Yəni o qədər qəşəng ki bunu işlətmək bilmirəm yəni o dərəcədə. Səhrai tonlardadır. Bunda kutusu orada deyil, arxasında. Heç bir şeyin kutusunu atmam var. Heç bir ətirin, heç bir saatın, heç bir bilərziyin hamısını saxlayıram kutularını. Bunu atam almışdı. 14 yaşımda yoxsa bilmirəm 15 yaşımda almışdı deyəsən, bilmirəm. Bunu iyisini çox sevirəm. Belə tuxan altında belə bəzələr olur. Mən bunları çox sevirəm nəsə. Xoşuma gəlir. Ən yuxarıda telefon kutusu var. Onun arxasında body mistlər var belə. Çox istifadə eləmirəm oranı. Makyaj masamın üstünə gəldikdə, onsuz buraları vloglarda çox görürsünüz yəni. Makyaj çantam burada olur həmişə. Güzgü və baxım hissəm. Buraları seplər asıram belə. Bura makyaj üçün istifadə etdiyim yerdir. Bura mənim çəkməzəmdir. Bu tərəfdə işte bacımın çəkməzəsidir. Yəni bacım üçün çox göstərməyim, özüm üçün göstərə bilərəm və səliqəlidir. Baxın, bura mənim çəkməzəmdir və səliqəlidir. Çox sevindik hə. Yəni burada seplərimi belə asıram. Neyse bu hissə bitdi. Yəni bura ilə tam bitirdik. Orada Mulenin kutusunu asmışam. Yedəkdə saç ütümüzdür. Yəni bura bitdi. İndi keçdik digər tərəfə, yəni məktəb stoluma. Məktəb stolumla davam edək. Bura mənim çəkməzəm. Çəkməzəmi detal göstərərəm. Stolun üstündə bu hissəni indi sizə yaxından göstərəcəm. Burada belə günlüyüm var. Fosforlu qələmlər var. Bura fosforlu qələmlərin hissəsidir. Bura bacımın manifest tablosudur. Komputerdir. Yəni bura baxın, bura belədir. Yəni bu hissə onsuz da bilirsiniz, shortslarda görürsünüz. Bu günlüyümdür. Üstünə fosforlu qələm, laptop. Burada yəni istifadə etmədiyimiz qələmlər və telefon qoyan.
Bura mənim hissəmdir. Buranı da bilirsiniz, kitablar. Burada bazım hissəsidir. Yuxarıda da mənim bölməmdir. Bura bayağı yəni qarışıqdır. Yuxarıda test PDF-lərdir, kitablardır. Burada bu ilki dərs kitablarımdır falan filan. Bura bazımın tərəfidir. Bura bilmirəm, bura səliqəlidir belə. Yəni belə. İndi siz çəkməzlərimi göstərim. Çəkməzlərim səliqəlidir bu arada. Nə əcəbsə bu səfər ikisi də səliqəlidir. Burada telefon kablolarımı qoymuşam. Bu arada bunu sinif yoldaşım Ayan hədiyyə elədi. Bunu bilmirəm, bunun üstünə yapışdırım, siz hansına yapışdırım? Yəni yorumlara yazarsınız. Baxın. Bunu bu belə göyün üstünə yapışdırım. Yoxsa bunu belə bunun üstünə yapışdırım. Baxın, belə ikisindən birini deyin. Amma çox təəssüf olsun çünki mən maviyə yapışdırdım. Maviyə yapışdıranda bu tutmadı. Yəni bilirsiniz, biraz çox tez töküldü. Amma yenisini eləyim buna da yəni. Ona görə çox davamlı olmadığı üçün sizdən soruşuram hansını eləyim. Burada belə güzgü var. Burada yatağımla məktəb stolunun arasında olan bir hissədir. İndi sizə mən güzgünün altında belə bir hissə var. Soraqlarımı görməyirsiniz, görməzdən gəlin bunları. Burada belə bir hissə var. Burada rəsmini çəkdiyim şəkilləri sonlara göstərəcəm. İndi belə bir pozisyonda oturdum. Başlayaq çəkdiyim şəkilləri göstərəcəm sizə. Belə bir yığın və bir topa 7 aylıq əziyyət. İndi başlayaq. Təzə bitirdiyim işi göstərəcəm. Çox qəşəng oldu. Yəni bu işi çox bəyəndim. Allahım. Yəni məncə Qatamir və David ömrü boyu belə iş görməmiş. İşçilərimin gözəlliyinə bax. Bayağı qəşəng işləmişəm amma. Yəni yalan yox. Əziyyət çəkmişəm özü. Yəni boş-boş işləməmişəm. Nəyinə? Sabahlar hərdən keçək var, mən blok çəkirəm. Sonra bu iş var. Bunu çox sevmirəm. Yəni bu əvvəlki işlərimdir. İndi göstərəcəklərim əvvəlki işlərindən başlayır. Sonra belə bir iş var. Belə bir iş var. Və ilk başda başladığım zamanlarda ona görə çox da qeyri-adi deyil. Bu var. Sonra bunun parçasını geçin işləmişəm. Sonra bu var. Bunlar deyirsiniz. Rəsmali video çəkmişəm. Ona görə rəsmali video maks sual versəz yorumlara cavab verərəm. Ona aid video üniversite cürəndə seçəcəm. İnşallah. Bu var. Teşekkür üniversitecilim. Cənil. İnşallah bu da çox qəşəng olur. Qalanları da eskizlər də belə. O birisi nədir? O da belə bir şey. Seçdiklərim bu qədər idi. Bunu yemək qoyaq belə. Və canlarım, indi də şkaf davam edək. Şkafımın görünüşü sadə belə, yəni ağ şkafdır. Heç bir bəzəyi falan yoxdur. Bu tərəfi göstərə bilərəm sadəcə. Çünki digər tərəf dağınıqdır. Yəni bu tərəf belə bağlayıb görməyəcəksiniz. Burada şalvarlardır, burada qış köynəklərdir, altda yunlardır. Əslində burada yay köynəklər də var biraz. Göstərəcəm indi. Ən altda da bir dənə kutu var. O kutunun içində də məktəb kartotkadır, kaprondur, geymədiyim köynəklər falan var. Yuxarıda da bəzəkçilik qutular var. İndi sizə daha ətraflı yaxından göstərəcəm. Bu arada şkafımın yanında da belə pandalı ayaqqabılarım var. Şkafın yanında belə bir güzgü var və içində də belə güzgü var. İçini belə göstərim. Buradakı şalvarlar belə. Şalvarım azdır, yeni şalvar alacağım. Ümumiyyətlə, direkt mən sizə vereyim, alışverişə gedəcəm yəni. Burada köynəklərdir. Belə yay köynəkləri, qış köynəkləri qarışıq bir-birinə. Burada da köynəklərdir, burada belə zərli köynəklər. Burada yun köynəklərdir. Bu crop burada necə gəlibdir, nəysə. Ən altda pijamalardır. Orada da kutu var. O kutunun içində də dediyim kimi məktəb kalotka falan var. Orada da belə bəzəli kutular. Çantam, ən yuxarıda da gül buketi var. Bunu atam 8 martda almışdı. Bunu anama mən ad günü eləmişdim 16 fevralda. Bu da mənim ulduzlu şarımda hələ də yaşayıram. Yəni canlarım, otaq turumuz bu qədərdir. Yəni otaqda olan hər şeyi sizə hər birini aydınlıqla göstərdim. Yəni orada qeyri-adi böyüklükdə bir otaq da yox idi yəni zaten. Sadəcə makyaj masamı ən çox mənə soruşurdunuz, yəni maraqlanırdınız, onu göstərdim. İndi kombin ilə 2-3 dənə ki, sabahları məşğələ gedəndə hazır olsun yəni. Onu da əlavə edirəm ki, vlog biraz uzun olsun normalde. Bu bəhanədir yəni əslində. İndi gedək sizlə bir yerdə kombin eləyək. Kombindəki, yəni saçdan basic kombin eləyim. Sabah hava soyuq olacaq. Ümumiyyətlə bu həftə soyuq olacaq və yağış yağacaq. Yağışı heç sevmirəm və aprel ayındayıq. Aprel ayının hətta sonundayıq. May ayına girir və yağış yağır.
Çox pis bir şeydi bu, nəysə. İndi isə gedib kombin eləyim. Seçərkən dedim ki, sabah üçün kombin də eləyim və videonu belə bitirmək istədim. İndi kombin eləmək istəyirəm, bu tiplərdə bir şeylər eləmək istəyirəm. Dəri cəketlə eləmək istəyirəm. Yəni dəri ceket kombin kimi gedir, amma basic kombinlər gedir. İndi mən böyük ehtimal şalvar olaraq orada gördüyüm qədərilə belə açıq şalvar, rəngli şalvarlar çox geyinirlər. Bunu geyinirəm böyük ehtimal belə. Bunu dediyim kimi alışveriş getməyəm əslində çox paltar qalmır əlimdə, yəni görmədiniz və kamera video çəkəndə kamera qarşısında fərqli paltarlarda olmaq istəyirəm ki, sizin də gözünüz yorulmasın da izləyəndə. Məsəl üçün qısa qol geyinəsi olsam, bu tiplərdə bu kropum olsa bilirsiniz, bu və yaxud da ağ rəngli olsa belə bir kropum var. Bu şalvarla bu arada çox qəşəng gedir bu. Əgər yox uzun qol geyinəsi olsa, məsələn belə basic köynəklərdən var. Bunları çox sevirəm bu arada. Bunlar Pointadan ya da Rimas'dan alıram çox vaxt yəni. Rimas və Pointada sumqayıt deyirlər. Yoruldum danışmaqdan, video boyunca full danışdım və çox yoruldum. Yəni canlarım, videomuz bu qədərdir. Vlog deyil, vlog tərzi bir şey çəkməyə çalışdım. Maraqlı olmasını üstünlük verdim. İnşallah alışveriş vlogu çəkəcəm, bunu söz verirəm. Ad günümə yaxın da alışveriş vlogu çəkəcəm. Sonra vlogla çəkmək, dostlarımla birlikdə KFC-yə getməyi planlaşdırırıq bu yaxınlarda. Onun da vlogunu çəkəcəm. Ad günü vlogu da gələcək. Sadəcə dediyim kimi, bu aralar full evdəyim və evdə seçəcək video tapmıram. Yəni çalışan maraqlı şeylər olsun. Hər birinizi çox-çox öpürəm. İnşallah video xoşunuza gəldi. Başqa video vloglarımda görüşmək üzrə. Bye bye.